Onlayn dərslər haqqında məlumat almaq üçün aşağıda göstərilən səhifəyə yaza bilərsiniz. Hər vaxtınız xeyir əziz abituriyentlər. Bugün sizlərlə bir yerdə Güvən nəşrlərinin 2026 sınaqlar toplusunda sınaq nömrə 6-da verilən fizika suallarının izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə YouTube kanalımıza abunə olmağı unutmayın ki, digər sınaqlarında izahları gəldikdə xəbərdar olasınız. Həmçinin onlayn dərslərimiz haqqında məlumat əldə etmək istəyirsinizsə, ekranda göstərilən səhifəyə yaza bilərsiniz. Hansı ki, növbəti tədris ili üçün onlayn dərslərə qeydiyyat başlamışdır. Yazıb məlumat əldə edə bilərsiniz. Gəlin başlayaq 31-ci sualdan. Şərtdə deyilir ki, düzxətli bərabər təcilli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Başlanğıc koordinatı 20 metr olan bu cismin 5-ci saniyənin sonundakı koordinatını hesablayın. Fikir verin, başlanğıc koordinat x0 verilmişdir, 20-yə bərabərdir və 5-ci saniyənin sonundakı son koordinatı istəyir. Bərabər təcilli hərəkətdə biz son koordinat tapmaq istəyiriksə, x bərabərdir, x0 üstə gəlinsin, v0 xt üstə gələk ayx t kvadrat belə 2 düsturundan istifadə edəcəyik. Başlanğıc koordinat məlumdur, zaman verilib 5-ci saniyənin sonunda, yəni t-ni 5 götürəcəyik. Burada başlanğıc sürətinin x üzrə proyeksiyasını və həmçinin təcilin x üzrə proyeksiyasını bilməliyik. Başlanğıc sürətinin x üzrə proyeksiyası qrafikdən aydındır zaten. V0x mənfi 8-dir. Bəs təcilin x üzrə proyeksiyasını, təcilin x üzrə proyeksiyası AX bərabərdir. Vx çıx, V0x bölək t-dir. Gördüyümüz kimi 5-ci saniyənin sonunda sürət olmuşdur 12-yə bərabər. Yəni burada son sürət Vx bərabər 12-dir. Zamanı da 5 götürəcəyik. Gəlin yazaq yerinə. Vx-in yerinə 12 yazıram. Çıxılsın V0x mənfi 8-dir. Bölək t-də 5-dir. Hansı ki, mənfi işarə dəyişəcək olacaq müsbət, yəni üstə gələk. 12 üstə gəlinsin 8 bizə verəcək 20. Deməli 20 bölək 5 bərabərdir 4-ə. Təcilin x üzrə proyeksiyasını tapdıq. Qeyd etdiyimiz kimi V0x-də mənfi 8-dir. Gəlin indi bax burada yerinə yazaq. Olacaq onda x bərabərdir. x0 20 üstə gəlinsin V0x-in mənfi 8 vurulsun t-nin qiyməti zaman 5 üstə gələk AX 4 vurulsun yenə t-nin qiyməti 5 idi. 5-in kvadratı olacaq 25 bölək 2. Deməli aldıq ki 20 çıxaq mənfi 8-i 5-ə vuranda 40 edir də. Mənfi 40. Aha 20 çıxılsın 40 üstə gəlinsin 4 və 2-ni aparanda ixtisar. Məxrəcdə 1 sürətli 2 qalır. 2 vuraq 25 50 edəcək. Baxın gördüyünüz kimi 20-dən 40 çıxanda qalır mənfi 20. Mənfi 20-nin üstə də 50 gələndə olacaq 30. Yəni burada cavab olacaq D bəndi. 32-ci suala baxaq. Şərtdə deyilir ki, dövlətmə periodu 8 saniyə olan cisim verilmiş radiusda çevrə üzrə saat əqrəbinin hərəkətinin əks istiqamətində bərabər sürətlə hərəkət edir. Baxın, period verildi 8 saniyə və hərəkətin saat əqrəbinin əksinə olduğu qeyd olunub. K nöqtəsini keçdikdən sonra 18-ci saniyənin sonunda cisim sürət vektorunun istiqamətini müəyyən edir. Baxın, 18-ci saniyənin sonunda gəlin görək, bu cisim harda olacaq. Fikir verin, period 8 saniyə verilib. Bu nə deməkdir? Yəni, cisim K nöqtəsindən başlayıb saat əqrəbinin əksi istiqamətində hərəkət edirsə, yenidən K nöqtəsinə gəlib bir tam dövr edəndə vaxt zamanımız 8-ə bərabər olacaq. Yəni, 8 saniyə vaxt keçir. Bu da dövlətmə periodu, hansı ki, bir tam dövrə sərf olunan zamandır. İndi görək 18-ci saniyənin sonunda bu cisim neçə dövr edəcək? Hansı ki, baxın, period 8-dir. Kiçik t bərabərdir 18. Buradan dövrlərin sayı n-i tapmalıyıq. Biz bilirik ki, böyük t bərabər kiçik t bölünsün n-də. Buradan n-i tapsaq olacaq kiçik t bölək böyük t. Kiçik t 18 bölünsün 8. Bu da bizə verəcək 2 tam 8-də 2. 8 və 2-ni də ixtisar aparanda olacaq 2 tam 4-də 1. Deməli, bu cisim hərəkətə başlayır, saat əqrəbinin əks istiqamətində hərəkət edir və K nöqtəsini 2 dəfə keçir. Daha sonrasında isə 4-də 1 hissəsində hərəkət etmiş olacaq. Tutaq ki, buraya C desək, K-dan C-yə 4-də 1 hissəsini çevrənin hərəkət edir. Baxın, burada bizdən sürət vektorunun istiqamətini soruşur. Əlinizi saat əqrəbinin əksi istiqamətində aparırsınız, C nöqtəsində əlinizi saxlayıb toxunanı çəkirsiniz. Gördüyünüz, bax, bu istiqamət olacaq sürətin istiqaməti. Yəni, cavab olacaq C bəndi. 33-cü sualda düzxətli hərəkət edən cismə əks istiqamətlərdə tətbiq olunan 2 qüvvənin əvəzləyicisi 3 Newtondur. F2 15 Newton olarsa, F1 qüvvəsinin qiymətini hesablayın, sürtünmə nəzərə alınmır. Baxın, burada əvəzləyici qüvvə 3 Newton verilib, qüvvələr də əks istiqamətli yönəlmişdir. Əks istiqamətli yönələndə biz qüvvələri çıxırdıq. Bəs hansından çıxmalıyam?
Əlbəttə ki, təcil istiqamətdə olan qüvvə deməli daha böyükdür. Çünki biz bilirik ki, təcil əvəzləyici qüvvə istiqamətində yönəlir. Və əvəzləyici qüvvə də bu qüvvələrdən hansı daha böyükdürsə, həmin qüvvə istiqamətində yönələcək. Yəni burada artıq F2 qüvvəsi daha böyükdür. Ona görə mən F2-dən çıxmalıyam F1-i, bərabər götürməliyəm F əvəzləyiciyə. F2-miz 15-dir. Çıxaq. F1-i olduğu kimi saxlayıram. Əvəzləyici qüvvəmiz də 3 Newton idi. Buradan F1 bərabər olacaq 15 çıxaq 3, o da 12 Newton. Deməli, F1 qüvvəsinin qiymətini aldıq. D bəndi doğru cavabdır. 34-cü sualda ay səthindən 60 metr hündürlükdən sərbəst düşən cismin 5-ci saniyənin sonunda ay səthindən hündürlüyünü hesablayın. Şagirdlər burada götürüb h bərabərdir gt kvadratı bölə 2-dən hesablayırlar. J-nin qiyməti 1,6 vuraq. T-miz də 5-də axı 5-in kvadratı eləyəcək 25 bölə 2. 1,6 ilə 2-ni aparanda ixtisar, məxrəcdə bir sürətdə qalır 0,8. 0,8 də 5-də 4-dür, vuraq 25. 5 və 25 aparıram ixtisar, məxrəcdə bir sürətdə qaldı 5. 5 vuraq 4 olacaq 20. Düşünürlər ki, bu artıq ay səthindən olan hündürlükdür. H-da tapıblar axı. Düşünürlər bu hündürlükdür. Xeyr, bu əslində cismin aşağıya doğru hərəkəti zamanı icra etdiyi yer dəyişmədir, yəni S-dir. Baxın, tutaq ki, buradaymış sizin cisminiz, sərbəst düşür. Bax, bu vəziyyətdə. Sərbəst düşür, yəni başlanğıc sürət 0-dır. Yeri də buradan götürürəm. Yer deyəndə ay götürək, ay deyir. Aha. Ayın səthi bax, bura olsun. İndi baxın, fikir verin. Ay səthindən deyir 60 metr hündürlükdədir. Yəni, bu hissəmiz 60 metrə bərabərdir. Qeyd etdiyim kimi, bax, burada tapdığınız gt kvad bölə 2 ilə bu yer dəyişmədir. Yəni, bu cisim 20 metr aşağıya doğru yer dəyişmə icra etmişdir. 5 saniyə müddətində. 20 metr aşağıya gəlir, tutaq ki, bu vəziyyətdədir artıq. İndi burada onun ay səthindən olan hündürlüyü, yəni bax, bu h-ı tapmaq istəsəm, əlbəttə ki, 60-dan çıxacağım 20-ni. O da mənə verəcək 40. Gördüyünüz, bax, bu hissə, yəni 40 metr artıq ay səthindən olan hündürlükdür. D bəndi doğru cavabdır. Şagirdlərin məhz çaşdığı məqam budur. H bərabər gt kvadrat bölə 2-dən düşünürlər ki, onlar səthdən olan hündürlüyü tapırlar. Amma xeyr, bu əslində həmin cismin sərbəst düşən zaman aşağıya doğru icra etdiyi yer dəyişmədir. Və siz yerdən olan hündürlüyü və yaxud da aydadsa, aydan olan hündürlüyü tapmaq üçün həmin ümumi məsafədən cismin ay səthindən olan hündürlüyündən 60 metrdən çıxmalısınız tapdığınız o cavabı. Keçək indi 35-ci suala. Bu hissəni silirəm. Aha. 35-də deyir ki, elastiki deformasiya halında yayın uclarına təsir edən qüvvənin qiymətini 2 dəfə artırdıqda onun mütləq uzanması delta L və sərtliyi necə dəyişər? Hansı ki, biz bilirik ki, Hooke qanununa görə F elastiklik bərabərdir K vurulsun delta L-də. Buradan şagirdlər bəzən çaşırlar, götürürlər ki, K sərtliyə misalı, F elastiklikdən düz asılıdır. Xeyr, sərtlik nə elastiklik qüvvəsindən, nə də mütləq uzanmadan asılı deyil. Hansı ki, sərtlik K bərabərdir. S-i bölək L0 düsturunda olan kəmiyyətlərdən asılı olacaq. Yəni, sahədən və başlanğıc uzunluqdan asılı olacaq. Burada Y Young moduldur, sabit kəmiyyətdir. Qeyd etdiyim kimi, yəni elastiklik qüvvəsindən asılı deyil. Elastiklik qüvvəsi baxmayaraq ki, 2 dəfə artıb, burada sərtlik dəyişməyəcək. K konstantdır. Sərtlik dəyişmədi. Bəs delta L, baxın, buradan aydındır ki, sərtlik əmsalı sabitdir, sərtlik. Buradan delta L elastiklik qüvvəsi ilə düz asılıdır. Yəni, siz elastiklik qüvvəsini 2 dəfə artırırsınızsa, deməli artıq burada bizim delta L-imiz 2 dəfə artacaq. Delta L 2 dəfə artar, K sərtlik əmsalı isə dəyişməz. G bəndi doğru cavabdır. Keçək 36-cı suala. Şərtdə deyilir ki, tarazlıqda olan çəkisiz link qüvvədə 3 dəfə qazanc verir. Dayağın reaksiya qüvvəsini N-i hesablayın. Baxın, burada bizim linkimiz 3 dəfə qazanc verdiyindən, deməli artıq burada F2 bərabər olacaq 3 F1-ə. F1-in qiyməti 6 Newtondur. 3 vurulsun 6 bizə verəcək 18. F2-miz oldu neçə? 18 Newton. Burada gördüyümüz kimi tarazlıqda sözü var. Tarazlıqda olan bu linkə təsir edən qüvvələrin əvəzləyicisi 0 olmalıdır. Başqa sözlə desək, yuxarıya doğru yönələn bax bu N, aşağıya doğru yönələn qüvvələrin cəminə, yəni F1 və F2-nin cəminə bərabər olmalıdır. Niyə cəm yazırıq? Çünki eyni istiqamətdədir. Eyni istiqamətdə yönələndə toplanır. Biz bilirik ki, əvəzləyici qüvvənin tapılmasında. Deməli, 6 üstə gələk 18 bərabər olacaq N-ə. Deməli, buradan da aydındır ki, N bərabər oldu 24 Newton. Y bəndi doğru cavabdır. 37-ci sualda
Düzxətli bərabər təcili hərəkətdən 5 kiloqram kütləli cismin koordinat zaman qrafiki verilmişdir parabola. 8-ci saniyənin sonunda cismin impulsunun modulunu hesablayın. Baxın, impulsu biz necə tapırdıq? P bərabərdir M vurulsun V-dən. Kütlə verilib 5 kiloqramdır. M bərabər 5. Buradan onda 5 vuraq V olacaq impulsumuz. Yəni biz 8-ci saniyənin sonunda sürəti tapsaq, gətirib burada yerinə qoymaqla impulsu tapa bilərik. Fikir verin, qrafikin birinci hissəsində burada hərəkət bərabər yavaşlayan hərəkətdir və sürət get-gedə azalacaq. Bu parabolanın təpə nöqtəsində sürət sıfıra bərabər olacaq. Gördüyünüz kimi 5-8 saniyə aralığında artıq buradakı başlanğıc sürət olacaq, bax bu sıfır. Bundan sonra artıq mən 8-ci saniyənin sonunda sürət tapa bilərəm. Necə tapacağım? Hansı ki biz bilirik ki x bərabərdir x0 üstə gəlinsin v0 xt üstə gələk ayx t kvadrat bölə 2 düsturdur. Baxın, buradan qeyd etdiyim kimi 5-8 saniyə aralığında başlanğıc sürət 0 olacaq. Yəni burada artıq v0 x 0 olur. Onda bax bu hissə 0-a bərabər olur. Başlanğıc koordinat gördüyümüz kimi 50-dir. Bunu baxın, qarışdırmayın. 0 saniyədə deyirsiniz ki, yəni başlanğıcda əslində 0-dır koordinat. Xeyr, mən 5-8 saniyə aralığına baxıram. Bu zaman aralığında artıq başlanğıc koordinat 50 olur və son koordinat 8 saniyənin sonundakı koordinat 32 olur. Bunda çaşmamaq lazımdır. Yəni x-in yerinə 32 yazacağım. Gəlin burada yazaq. 32 bərabərdir. X0-ımız qeyd etdik ki 50-dir. Üstə gəlinsin. Ayx vuraq. T-nin kvadratı. Zaman artıq qeyd etdiyim kimi 5 və 8 saniyə aralığı olduğu üçün 8-dən 5-i çıxacaqsınız. 3 götürəcəksiniz. Ayx vurulsun. T-nin kvadratı, yəni 3-ün kvadratı olacaq 9 bölək 2. Buradan Ayx vurulsun. 9 bölünsün 2-yə. Tapırıq ki 32 çıxaq 50 mənfi 18. Ayx-ı tapanda olacaq mənfi 18 vurulsun 2 bölək 9. 9 və mənfi 18 ixtisar gedir. Məxrəcdə bir sürətdə mənfi 2 qalır. Mənfi 2 vurulsun 2 bizə verəcək mənfi 4. Təcil x oxucu proyeksiyasını tapdıq. Gəlin indi buradan Vx tapaq. Yəni 8-ci saniyənin sondakı sürəti. Onda nədən tapacağım? Vx bərabərdir. Ayx vuraq T-dən. Yenə zamanı 8 və 5-in arası götürəcəm. Başlanğıc sürətdə 0-dır. Aha, Ayx-ımı tapdım. Mənfi 4. Vurulsun T-miz də qeyd etdik ki 3. 8 və 5-in aralığı 8-dən 5-i çıxdım. Mənfi 4 vuraq 3. O da oldu mənfi 12. Burada artıq bizdən impulsun modulunu soruşduğundan mən buradakı sürətin modulunu götürəcəm. Mənfi 12-dən modulda müsbət 12 çıxır. Gətirib indi burada yerinə yazsaq olacaq 5 vurulsun 12. Bu da bizə verəcək 60. Yəni cavab olacaq C bəndi. Keçək indi 38-ci suala. Bu hissəni silirəm. Aha. Şərtdə deyilir ki, verilmiş cisim mail müstəvi boyunca B nöqtəsindən C nöqtəsində hərəkət edir. Ağırlıq qüvvəsinin bu cisim üzərində gördüyü iş 60 joule olarsa, onun kütləsini hesablayın. J də ona bərabərdir. Ağırlıq qüvvəsinin gördüyü iş biz bilirik ki, əks işarə ilə götürülmüş potensial enerjinin dəyişməsinə bərabərdir. Yəni A bərabər olacaq mg h1 çıxaq mg h2-yə. Burada gördüyünüz kimi birinci halda cismin yerdən olan hündürlüyü 3 metrə bərabərdir. Yəni burada h1 bərabərdir 3 metri götürməliyik. Amma cisim C nöqtəsinə hərəkət edirsə, C nöqtəsində artıq onun yerdən olan hündürlüyü 0 olacaq. Ona görə də burada h2 bərabər 0 yazmalıyıq. h2 0-a gedirsə, deməli onda mg h2 də 0-a bərabər olacaq. Deməli burada ağırlıq qüvvəsinin gördüyü iş sadəcə mg h1 olacaq. İş verilib 60 joule bərabərdir. Onda 60 bərabərdir. M vurulsun. J-nin qiyməti 10. H1 də qeyd etdik 3-dür. Buradan M-i tapanda olacaq 60 bölək 30. Bizə verəcək 2. Cavab olacaq A bəndi. 39-cu sualda harmonik rəqs edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Rəqs amplitudu A və rəqs periodu böyük T-ni hesablayın. Amplitud cismin tarazlıq vəziyyətinə maksimum uzaqlaşdığı məsafədir. Yəni xm. X-in də maksimum qiyməti gördüyümüz kimi 10 cm-dir. Deməli, amplitud bərabər olacaq 10 cm-ə. Biz bilirik ki, cisim bir tam dövrə sərf etdiyi zaman perioddur. Burada artıq harmonik rəqs edən cisim olduğu üçün, burada artıq bir tam rəqsə sərf olunan zaman perioddur. Cisim bir tam rəqs edəndə bu zaman 4 amplitud qədər məsafə qət edir.
Yəni siz burada 4 dənə amplitudda sərf olunan zamanı tapmalısınız. Baxın, 1 amplitud, 2 amplitud, 3 amplitud və 4 amplitud. Gördüyümüz kimi, bax buraya uyğun olan zaman 4-ə bərabərdir. Deməli, onda period böyükdə bərabər olacaq 4 saniyə. Aha, XM 10 cm, böyükdə də 4-dür. A bəndi doğru cavabdır. Keçək 40-cı suala. Havada yayılan səs dalğasının tezliyinin dalğa uzunluğunun asılı qrafiki hansıdır? Biz bilirik ki, sürət düsturu V bərabərdir. Lambda vuraq, nüdür. Burada nü tezlik, lambda dalğa uzunluğudur. Gəlin nü tapaq. Nü bərabər olacaq, V bölünsün lambda. Havada səsin yayılma sürəti sabit kəmiyyətdir. Yəni V konstantdır. Onda buradan da aydındır ki, nü ilə tərs asılı olacaq. Tərs asılıq da B bəndində verilmişdir. 41-ci sualda kütləsi 12 kiloqram olan bərk cisim 4/3 hissəsi suya bataraq üzür. Bu cismə təsirin Arximed qüvvəsinin modulunu hesablayın. Mən həmişə öz şagirdlərimə də qeyd edirəm ki, üzür sözünü gördünüzsə, deməli onda Arximed qüvvəsi mg ilə hesablanacaq. Yəni F Arximed bərabərdir mg-yə. Kütlə məlumdur 12 kiloqram. 12 vurulsun. J-nin qiyməti də 10 verilib şərtdə. Baxın. 12 vuraq 10 bizə verəcək 120. Deməli Arximed qüvvəsi 120 Newtona bərabər oldu. Y bəndi doğru cavabdır. 42. Sıxlıqları ρ1 və ρ2 olan bir-birinə qarışmayan mayelər tökülmüş qabda sıxlığı ρ olan cisim şəkildə göstərilən vəziyyətdə tarazlıqdadır. Mayələrin və cismin sıxlıqları arasında hansı münasibət doğrudur? Yadınızda saxlayın. Hansı ki, sıxlığı az olan cisim əlbəttə ki, o mayenin səthində qalacaqdır. Amma ki, sıxlığı bərabər olsa həmin cismin mayenin sıxlığına, bu zaman həmin mayenin daxilində üzəcəkdir. Amma ki, sıxlığı daha çoxdursa, bu zaman mayenin dibinə batacaq. Baxın, fikir verin, gördüyünüz kimi, buradakı sıxlığı çox olan cisim əlbəttə ki, birinci mayeni keçib gedib. Deməli, artıq onun sıxlığı birinci mayenin sıxlığından çoxdur. Rho böyükdür, Rho1. Amma ikinci mayenin gördüyünüz kimi səthindədir. Deməli, artıq onun sıxlığı həmin mayenin, yəni ikinci mayenin sıxlığından daha azdır. Rho kiçikdir Rho2. Baxın, Rho2 Rho-dan böyük olacaq və Rho da Rho1-dən böyük olacaq. Rho2 böyükdür Rho-dan və Rho da böyükdür Rho1-dən. Ən kiçik olacaq Rho1. Baxın, A bəndinə baxın, ən kiçik Rho1-dir və ən böyük də Rho2-dir. A bəndi doğru cavabdır. 43-dən. Kiloqram bölünsün metr vuraq saniyə kvadratı hansı fizik kəmiyyətin vahidinə uyğundur? Təzyiqin düsturu P bərabərdir F bölək S-dir. F qüvvədir. Qüvvənin vahidi Newtondur, S sahədir. Sahənin də vahidi metrin kvadratdır. Newtonun açılışını biz bilirik. Hansı ki, kiloqram vurulsun metr bölək saniyə kvadratı. Bölək metrin kvadratını da məxrəcdə yazdım. Buradan gördüyünüz kimi metrin kvadratı ilə metr gedəcək və saniyə kvadratı məxrəc edəcək. Olacaq onda kiloqram bölünsün metr vuraq saniyə kvadratı. Elə bizdə də şərtdə bax bunu istəyirdi. Soruşurdu bu nəyin vahididir? Qeyd etdik ki, P də təzyiqdir. Deməli, doğru cavab olacaq Y bəndi. 44-cü suala baxaq. Açıq su hövzəsindən müəyyən dərinlikdə tam təzyiqin suyun dərinliyindən, sütunun hündürlüyündən asılıq qrafiki hansıdır? Ağzı açıq qabda tam təzyiq P tam bərabərdir. P0 üstə gələr ρGH ilə hesablanır. Hansı ki, buradakı P0 atmosfer təzyiqidir. Deməli, buradan aydındır ki, hündürlük 0 olanda, H bərabər 0 olanda bu zaman tam təzyiq P tam bərabər olur P0-a. Yəni, gördüyümüz kimi, hündürlüyün 0 olmağına baxmayaraqdan, ağzı açıq qabda bu zaman tam təzyiq 0-a bərabər olmur. Müəyyən bir P0 qiymətindən, yəni atmosfer təzyiqinin qiymətindən başlayır. Baxın, burada gördüyünüz kimi və hündürlükdən düz asılı olur. Hündürlük artdıqca tam təzyiq də artacaq. Baxın, D bəndində doğru cavab verilmişdir. 45-ci suala keçək. Şərtdə deyilir ki, 3PV bölək V kvadratı ifadəsi ilə hansı fizik kəmiyyət təyin olunur? Hansı ki, burada V gördüyümüz kimi ideal qaz molekularının orta kvadratik sürətdir. Orta kvadratik sürətin bizə məlum olan düsturu var ki, V bərabərdir kök altında 3PV bölək M. Burada kvadrat yazmışıq, gördüyünüz kimi, baxın sürətdə, məxrəcdə də doğrusu. Aha, orta kvadratik sürətin kvadratını tapsaq, onda olacaq 3PV bölək M. Aha, burada gətirib bax, yerinə yazıram indi bu ifadəni. Onda olacaq 3PV bölünsün 3PV bölək M. 3PV ixtisar gedir və bu M də sürətə çıxacaq, olacaq M-ə bərabər. Bu da qazın kütləsidir. B bəndi doğru cavabdır. 46-cı sualda
Sferik qablarda eyni növ ideal qaz var. Eyni növ dediyi üçün deməli onların sıxlıqları bir-birinə bərabərdir. Yəni ρ1 bərabər ρ2-yə. K kranı açdıqdan sonra qablarda qərarlaşmış təzyiq hansı qərarlaşmış təzyiqi hesablayın. Biz bilirik ki, qərarlaşmış təzyiqin düsturu P son bərabərdir. P1 V1 üstə gəlinsin. P2 V2 bölək V1 üstə gələk V2 ilə tapılır. Burada baxın, radiuslar haqqında bir məlumat verilib. R2 bərabər 2 R1-ə. R1-ə R desəm, R2 olacaq onda 2 R-ə bərabər. Biz bilirik ki, həcmin düsturu kürək üçün V bərabərdir 3-də 4 pi R kubudur. Gördüyümüz kimi V R-lə kubik düz asıdır. Yəni, baxın, birincinin həcmindən V desəm, ikincinin həcmi artıq 2-nin kubu 8-ə vurmalısınız. Yəni, 2-nin kubu 8-dir axı, 8V olacaq. 8 dəfə çox. Artıq gəlin buradan P sonu tapaq. P1-imiz gördüyünüz kimi 18-dir. V1-də V-dir. 18 vuraq V, 18V üstə gəlinsin. P2-imiz 9 kilopascal, vurulsun 8V. 9 vuraq 8 eləyəcək 72V. Bölünsün V1 üstə gələk V2, V1 V-dir, V2 də 8V-dir. 8V üstə gələk V bizə verəcək 9V. 72 üstə gələk 18, 90V bölək 9V. V-lər ixtisar getdi. 90 bölək 9 bizə verəcək 10 kilopascal. Cavab olacaq B bəndi. Hansı ki, mən burada kilopascaldan paskala keçmədim. Çünki cavabda da kilopascalla istəyirdim. Aha, 47-də. Həcmin sabit qiymətində verilmiş kütləli ideal qazın mütləq temperaturunu 2 dəfə artırdıqda onun təzyiqi necə dəyişər? Həcmin sabit qiymət deyir, V konstantdır, deməli izoxor prosesdir. Və bu zaman qazın mütləq temperaturunu 2 dəfə artırmaq deyir. Temperatur 2 dəfə artdı mütləq temperatur. Biz bilirik ki, PV bölək T nisbəti bərabər konstantdır, yəni sabitdir. Buradan gördüyümüz kimi V sabitsə, eyni ilə P bölək T nisbətdə konstant olmalıdır. Və buradan da aydındır ki, P ilə T bir-birindən düz asıdır. Kəsrin sürət və məxrəci bir-birindən düz asısı olur. Baxın, indi temperatur 2 dəfə artıbsa, deməli onda təzyiq də 2 dəfə artar. Yəni A bəndi doğru cavabdır. 48-də. Hansı prosesdə verilmiş kütləli ideal qaz olan qaba qoşulmuş manometrin göstəricisi dəyişmir? Manometr təzyiq ölçür. Deməli, yəni burada təzyiq dəyişmir. Bax, bunu istəyir. Təzyiq də hansı prosesdə dəyişmirdi? İzobar prosesdə. Baxın, cavablara fikir verin. İzoxor, izoxor, izotermik, izotermik. Deməli, bunların heç biri doğru deyil. İzobar proses, baxın, Y bəndi doğru cavab olacaq. 49. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçərkən daxili enerjisi nə qədər artar? Yəni, burada daxili enerjinin dəyişməsini soruşur. Daxili enerjinin dəyişməsinin düsturu delta U bərabər olacaq. 2-də 3 vurulsun P delta V-yə. Gördüyümüz kimi təzyiq dəyişmir, V dəyişir. Həcm. Gəlin indi baxaq. P 10 kilopaskaldır. Kilopaskaldan paskala keçmək lazımdır. Bu zaman 10 üstü 3-ə vururuq. 10 vurulsun 10 üstü 3. Bu da bizə verəcək 10 üstü 4 paskal. Həcmdə gördüyünüz kimi 5 desimetrin kubundan 9 desimetrin kubuna artmışdır. Yəni, nə qədər dəyişmişdir? Delta V-ni tapsaq, 9-dan çıxacam 5-i. O da olacaq 4 desimetrin kubu. Metrin kubuna keçmək lazımdır. İlk öncə bilməliyik ki, 1 desimetr bərabərdir 10 santimetrdir. 1 metrdə 100 santimetr olduğundan, santimetrdən metrə keçəndə 100-ə böləcəm. Onda 1 desimetr bərabər olacaq 10 bölək 100 metrə. 0-a ixtisar getdi, 0,1 metr oldu. 0,1 də 10 üstü mənfi 1-dir. İndi burada kubda axı desimetrin kubu olduğundan, ona görə mən 10 üstü mənfi 1-in kubu yazmalıyam. Hansı ki, buradan onda olacaq 1 desimetrin kubu bərabərdir 10 üzəri mənfi 3 metrin kubuna. Ona görə mən burada, bax bu 4-ü vuracam 10 üzəri mənfi 3-ə. 4 vurulsun 10 üzəri mənfi 3 metrin kubu. Gəlin artıq yerinə yazaq. 2-də 3 vurulsun P-miz 10 üzəri 4, delta V-də 4 vurulsun 10 üzəri mənfi 3-dür. 4 və 2-ni aparanda ixtisar məxrəcdə bir sürətdə qaldı 2. 2 vuraq 3, 6 və buradan 10 üstü 4-ü 10 üstü mənfi 3-ə vuranda olacaq 10 üzəri 1. Üstlər toplanır. Deməli, 6 vurulsun 10 üzəri 1, yəni 6 vuraq 10 deməkdir. Bu da olacaq 60 joule. B bəndi doğru cavabdır. Keçək 50-ci suala. Şərtdə deyilir ki, sabit təzyiqdə verilmiş kütləli ideal qazın daxili enerjisinin onun sıxlığından asılı qrafiki hansıdır? Sabit təzyiqdə deyilir. Deməli, izobar prosesdir. P bərabər konstanta. Biz bilirik ki, daxili enerjinin düsturu U bərabərdir 2-də 3, P vurulsun V şəklindədir.
Burada izobar prosesdir. P konstantdır. Gördüyümüz kimi U, V ilə düz asılı olacaq. Həmçinin biz bilirik ki, sıxlığın düsturu rho bərabərdir M bölək V-dir. Buradan V-ni tapanda olacaq M bölək rho. Gətirib bax burada yerinə yazsaq, 2-də 3 vurulsun P, vuraq V-nin də yerinə M bölək rho yazıram. Gördüyünüz kimi U, rho ilə necə asıdır? Tərs asıdır. Burada verilmiş kütlə əldə etdiyi üçün kütlə də sabitdir. Qeyd etdiyim kimi U, rho ilə tərs asılı olacaq. Qrafikdə, baxın, C bəndində doğru verilmişdir. 51-ci suala baxaq. İdeal qaza 15 kilojol istilik miqdarı verilmişdir. Deməli, Q bərabər oldu 15-ə. Bu proses zamanı qazın daxil enerjisi 3 kilojol artarsa, delta U, daxil enerjinin dəyişməsi 3 kilojol oldu. Onun gördüyü işi hesablayın, hansı ki, qazın gördüyü işi soruşur. Qazın gördüyü iş də A ştrixdir, bərabər sualı. Termodinamikanın birinci qanununa görə biz bilirik ki, delta U bərabərdir Q üstə gələk A-dır. Hansı ki, buradakı A, xarici qüvvənin qaz üzərində gördüyü işdir. Və burada A bərabərdir mənfi A ştrixdir. Mənfi A ştrixi burada yerinə yazsaq, onda olacaq delta U bərabərdir Q çıxılsın A ştrixə. İndi yerinə yaza bilərik. Bax, delta U bərabərdir 3, Q də 15-dir, çıxılsın A ştrix. Buradan A ştrix bərabər olacaq 15 çıxaq 3, 12 kilojol. C bəndi doğru cavabdır. 52-ci sualımıza keçək. Şərtdə deyilir ki, daxil enerji U və mütləq temperatur üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. BSD vahidi əsas vahiddir. Hansı ki, daxil enerjinin vahidi jouldur, mütləq temperaturun vahidi Kelvindir. Və Kelvin beynəlxalq vahidlər sistemində əsas vahiddir. Deməli, ikinciyə uyğun olacaq 1. Müsbət skalyar fiziki kəmiyyətdir. Hər ikisi də skalyardır. İzotermik prosesdə ideal qazın maddə miqdarı ilə düz mütənasibdir. Hansı ki, biz bilirik ki, daxil enerjinin düsturu U bərabərdir 2-də 3 nü RT-dir. İzotermik proses olduğundan temperatur sabit olur. U nü ilə düz asılı olacaq. Yəni, daxil enerjiyə uyğundur bu. Molekulların xaotik istilik hərəkətinin orta kinetik enerjisinin ölçüsüdür. Bu da temperaturdur. Hansı ki, mütləq temperatur. 4 də deməli ikinciyə uyğun oldu. Baxın, gördüyünüz kimi 1-ə uyğundur 3, 2-yə uyğundur 1, 4 və 3-cüyə də uyğundur 2. 3, 1, 4, 2. B bəndi doğru cavabdır. 53-cü sual. Açar sözlərdən uyğun ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Birincidə fikir verin. Boşluq buraxılıb. Rəqs edən cismin tarazlıq vəziyyətindən ən çox maksimum uzaqlaşdığı məsafə bu amplituddur. Rəqs amplitudu, yəni 2 buraya uyğun olacaq. İkincidə baxın, yenə boşluq buraxılıb. Rəqs edən cismin tarazlıq vəziyyətindən ixtiyari uzaqlaşdığı məsafədir. Artıq bu rəqqasın yer dəyişməsidir. 3 bura uyğun olacaq. Sonrasında qeyd olunub ki, bir rəqs periodu müddətində dalğanın yayıldığı məsafə bu dalğa uzunluğudur. 5 uyğun olacaq bura. Və digərində yenə boşluq buraxılıb. Bir tam rəqsə sərf olunan zaman, bu da perioddur. Hansı ki, böyük T bərabərdir, kiçik T bölək N. Bir tam rəqs dediyi üçün rəqslərin sayı böyük N bərabər 1 yazsaq, buradan böyük T bərabər olur kiçik T. Gördüyümüz kimi, bir tam rəqsə sərf olunan zaman perioda bərabər olmuş oldu. Baxın, burada uyğun olacaq 1. Digərində yenə boşluq buraxılıb. 1 saniyədə baş verən rəqslərin sayı, bu da tezlikdir. Hansı ki, kiçik n bərabərdir, böyük n bölək t-dir. 1 saniyə dediyi üçün zamanın yerinə 1 yazıram. Buradan tezlik bərabər olur böyük n-ə. Rəqslərin sayına bərabər olur. Deməli, burada uyğun olacaq 4. Gördüyümüz kimi 2, 3, 5, 1 və 4 doğru cavabdır. Keçək 54-cü suala. Şərtdə deyilir ki, yaya bağlanmış cisim x bərabərdir 0,2 kosinus 5pt qanunu ilə rəqs edir. Tarazlıq vəziyyətindən keçən anda cismin sürətinin modulunu metr bölək saniyə ilə ifadə edin. Tarazlıq vəziyyətindən keçəndə bu zaman bu anda cismin sürəti maksimum olur. Yəni bizdən elə maksimum sürəti V maksimumu soruşur. V maksimumun düsturunu biz bilirik ki, V maksimum bərabərdir xm vurulsun omega'da. Hansı ki, amplitud vurulsun omega. Gördüyümüz kimi, bax burada xm 0,2-yə bərabərdir. Omega isə, bax, buradakı 5pi-yə bərabərdir. Pi-nin qiyməti də şərtdə verilib 3-dür. Yerinə yazsaq, onda olacaq. Bax, burada 5 vurulsun 3, bu da bizə verəcək 15. Gəlin, indi burada yerinə yazaq. xm 0,2 vurulsun 15. Bu da bizə verəcək 3. Deməli, maksimum sürəti, yəni tarazlıq vəziyyətindən keçən andakı sürəti tapdıq. 3 metr bölək saniyə. 55-ci suala baxaq. İstilik mühərrikinin qızdırıcıdan aldığı istilik miqdarı soyuducuya verdiyi istilik miqdarından 20 kilojol çoxdur. İstilik mühərrikinin qızdırıcıdan aldığı istilik miqdarına Q1 deyirik. Soyuducuya verdiyi istilik miqdarını isə Q2 ilə şərh edirik. Və burada qeyd olunub ki, Q1 Q2-dən 22 kilojol çoxdur.
Yəni onda Q1 bərabər olacaq Q2 üstəgələk 20 kilojoula. İstilik mühərrikinin faydalı şəmsalı 40%-dir. Eta bərabər 40%. Onun soyuducuya verdiyi istilik miqdarını hesablayın. Qeyd etdik ki, soyuducuya verilən istilik miqdarı Q2-dir. Deməli, bizdən bunu soruşur. Biz bilirik ki, faydalı şəmsalının düsturu eta bərabərdir A faydalı bölək Q1 vurulsun 100%-dir. Faydalı işin düsturu isə A faydalı bərabərdir Q1 çıx Q2-dir. Hansı ki, buradan da aydındır ki, Q1 çıxaq Q2 bizə elə 20 kilojoulu verəcək. Onda, yəni burada artıq A faydalı 20-yə bərabər olacaq, yəni 20 kilojoula. Gəlin indi burada yerinə yazaq. 20 bölünsün Q1 vurulsun 100% bərabərdir. Eta verilmişdir 40%-dir. Buradan 20 bölək Q1 bərabər olacaq 40 bölünsün 100-ə. Baxın 40 və 20-ni ixtisara aparıram. Burada 1, burada qaldı 2. Buradan Q1-i tapanda olacaq 100 bölək 2 bizə verəcək 50. Buradan da aydındır ki, bu Q1 hansı ki istilik mühərrikinin qızdırıcıdan aldığı istilik miqdarıdır. Soyuducuya verdiyi istilik miqdarını isə baxın burada yerinə yazmaqla tapacağam. Q1-in yerinə 50 yazıram. 50 bərabərdir Q2 üstəgələk 20-yə. Buradan Q2 aydındır ki, 50 çıxaq 20, yəni 30 kilojoul olacaq. Doğru cavab 30 kilojouldur. 56-cı suala keçək. Bu hissəni silirəm. Şərtdə deyilir ki, hansı qrafiklər verilmiş kütləli ideal qaz üzərində gedən izoxor prosesə uyğundur. İzoxor prosesdə həcm sabitdir, yəni V konstant. Həmçinin burada ρ və kiçik n-də sabit olacaq sıxlıq və konsentrasiya. İzoxor prosesdə, baxın, biz bilirik ki, PV bölək T nisbəti bərabər konstant olmalıdır. Burada izoxor prosesdə V sabit olduğundan P bölək T nisbəti də sabit olacaq. Və buradan da aydındır ki, PT ilə düz asılı olacaq. Baxın, düz asılılıq 1-də verilib, P-nin T-dən asılığı düz asılılıq. Qeyd etdiyim kimi, sıxlıq və konsentrasiya da sabit. 3-də gördüyünüz kimi tərs asılılıq verilir. 4-də PV-dən tərs asılılıq verilib. Xeyr, dediyim kimi V sabitdir. Baxın, V-nin sabit olduğu 1-5-dədir. 6-da da N sabit olan verilmişdir. Deməli, 1-5-6 doğru cavabdır. 57-ci suala baxaq. Uyğunluğu müəyyən edin. K cismi, M cismi və L cismi verilmişdir. Şəkildə göstərilən vəziyyətdə maye daxilində tarazlıqdadır. Baxın, burada bu vəziyyətdə biz bu cismə təsir edən qüvvələri göstərməliyik. Əlbəttə ki, bu cismlərə yer tərəfindən ağırlıq qüvvəsi təsir edir və mg ilə hesablanır. Həmçinin maye daxilində olduğundan Arximed qüvvəsi təsir edəcək və onu yuxarıya doğru göstəririk istiqamətinə. Eyni ilə M cisminə də mg qədər ağırlıq qüvvəsi təsir edir. Və burada da Arximed qüvvəsi yenə yuxarıyadır. L cisminə də ağırlıq qüvvəsi təsir edir və Arximed qüvvəsi də yenə yuxarıyadır. Baxın, birinci halda K cismində gördüyümüz kimi burada bu cismlər tarazlıqda deyir axı. Tarazlıqda olduğu üçün əlbəttə ki, yuxarıya doğru yönələn qüvvə bərabər olmalıdır aşağıya doğru yönələn qüvvələrin cəminə. Bax, yuxarıya doğru F Arximed yönəlib. Deməli, onda F Arximed bərabərdir. T1 və mg də aşağıya doğru yönəldiyindən T1 üstə gəlinsin mg-yə. Bu K cismi üçündür. M cismi üçünsə fikir verin, artıq burada T2 də yuxarıyadır, F Arximed də yuxarıyadır. Ona görə T2 üstə gəlinsin F Arximed bərabər olacaq mg-yə. Aşağıya doğru mg-miz yönəlir. Üçüncü halda L cismində isə mg bərabər olacaq F Arximedə. Aha. Baxın, indi deyir ki, cismə təsirin ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabərdir. Hansındadır? Bax, ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabər olan L cismindədir. Deməli, 3-ə uyğun olacaq A bəndi. B variantında isə deyilir ki, cismə təsirin ağırlıq qüvvəsi Arximed qüvvəsindən böyükdür. Baxın, ağırlıq qüvvəsi Arximed qüvvəsindən böyükdür. Buradadır gördüyünüz kimi mg bərabərdir F Arximed üstəgələk T2-dir. Mg əlbəttə ki, F Arximeddən daha böyük olacaq. Çünki Arximed qüvvəsinin üstə T2 gəlib. Deməli, Arximed qüvvəsi daha kiçikdir ki, onun üzərinə T2 gəlib və T2-nin də müəyyən bir qiyməti var. Mg alınıb. Yəni, bu B variantı M cisminə uyğun olacaq. C-də isə deyir ki, cismə təsirin ağırlıq qüvvəsi Arximed qüvvəsindən kiçikdir. Bax, burada Arximed qüvvəsi, ağırlıq qüvvəsini tapsaq, mg bərabər olacaq. F Arximed çıxaq T1-ə. Gördüyümüz kimi, Arximed qüvvəsindən əlbəttə ki, kiçik olacaq ağırlıq qüvvəsi. Çünki müəyyən bir T1 qiyməti çıxılıb Arximed qüvvəsindən. Deməli, 1-ə də uyğun olacaq C bəndi. D-də isə deyir ki, cismin kütləsi onu sıxışdırıb çıxardığı mayenin kütləsinə bərabərdir. Bu hansı halda uyğundur? Əlbəttə ki, Arximed qüvvəsi cismin belə deyək də çəkisinə, mg-sinə bərabər olanda mg-yə. Baxın, L cismindədir gördüyümüz kimi.
Aha, deməli bu da el cisminə D-yə uyğun olacaq. Y variantda cismin sıxlığı mayenin sıxlığından çoxdur qeyd olunub. Rho cisim böyükdür Rho maye. Bu hansı haldadır? Əlbəttə ki, cismə təsirin ağırlıq qüvvəsi ona təsirin Arximed qüvvəsindən böyük olduqda, yəni mg F Arximeddən böyük olduqda. Qeyd etdik ki, bu da M cismindədir. Deməli Y variantı da ikinciyə uyğun olacaq. 1-ə uyğun oldu C, 2-yə uyğun oldu B, Y və 3-ə də uyğun oldu A, D. Keçək 58-ci suala. Şərtdə deyilir ki, samir uzunluğu 30 sm olan yaydan 600 qram kütləli cismi asaraq bir vəziyyətində saxlayır. Sonra o cismi sərbəst buraxır. Bir vəziyyətindən rəqs hərəkətə başlayan bu cisim iki kənar vəziyyətinə çataraq bir anlıq dayanır. Sonra əks istiqamətdə bir vəziyyətinə doğru hərəkətdir. Elastiki deformasiyaya uğramış bu yayın sərtliyini hesablayın. Baxın, başlanğıc uzunluqda gördüyümüz kimi 30 sm-dir bizim yayın uzunluğu. Baxın, burada yayın yerdən olan məsafəsinə H deyəcəm, H1. Burada bir vəziyyətindən iki vəziyyətinə gələrkən gördüyümüz kimi yay 20 sm uzanmışdır. Necə? Bunu hardan bildim? 50-dən 30-u çıxdım. Aha, deməli bura oldu 20 sm. Və həmçinin iki vəziyyətində olanda onun hündürlüyü vardır. Gəlin ona da bir H deyək. Baxın, birinci halda tam enerjini necə taparım? Əlbəttə ki, Y tam bərabər olacaq mg H1-ə. Yəni elə onun potensial enerjisinə bərabər olacaq. Hansı ki, bax bu hissədə isə artıq cismi sərbəst buraxdıqdan sonra bir vəziyyətindən gördüyümüz kimi sonra cismi sərbəst buraxır deyir. Bir vəziyyətindən rəqs hərəkətə başlayan bu cisim iki kənar vəziyyətinə çataraq bir anlıq dayanır. Sonra əks istiqamətdə bir vəziyyətinə doğru hərəkətdir. Bax bu halda artıq onun tam enerjisini tapmaq istəsək, Y tam bərabər olacaq mgh üstə gəlinsin K vuraq delta x-in kvadratı bölək 2-yə. Hansı ki, buradakı delta x ilə 20 sm-dir. H-sa, bax burada hündürlüyümüzdür. Onda, bax, tam enerjini saxlama qanunu ödənir axı. Hansı ki, tam enerjini saxlama qanunda deyilir ki, havanın müqavimət qüvvəsi və sürtünmə qüvvəsi nəzərə alınmayan halda bu zaman tam enerji saxlanılır, yəni sabit qalır. Ona görə də mən mgh1-i bərabər götürəcəm. mgh üstə gəlinsin k delta x-in kvadratı bölək 2-yə. Deməli, mgh1 bərabərdir mgh üstə gələk k vurulsun delta x-in kvadratı bölək 2-yə. M-imiz kütləmiz 600 qram verilmişdir. Kiloqramla ifadə etsək 600-i 1000-ə böləcəyik. Olacaq onda 0,6 kiloqram. 0,6 vurulsun J-nin qiyməti 10 verilib şərtdə. Vuraq H1 bərabərdir. M yenə 0,6 vurulsun J-nin qiyməti 10. Vuraq H üstə gəlinsin. K sərtli əmsalımız yoxdur. Delta x da hansı ki dedik 20 cm-dir. 20 cm-də 100-ə böləndə olacaq 0,2 metr. Deməli, k vurulsun 0,2-nin kvadratı bölək 2. Buradan k vurulsun 0,2 kvadratı bölək 2-ni tapsaq, olacaq, baxın, 0,6-yı 10-a vuranda edirmi 6? 6H1 çıxılsın, yenə 0,6-yı 10-a vuranda edəcək 6. Aha. Yəni, 6H1-dən çıxacam 6H-ı. Buradan 6-nı ortaq vuruq çıxarsaq, olacaq H1 çıxaq H. Baxın, fikir verin, gördüyünüz kimi burada H1 çıxılsın H fərqi elə 0,2-nin özünə bərabərdir. Onda H1 çıxaq, H2-ni yerinə yazaram mən 0,2. Aha, aldıq ki, k vurulsun 0,2-nin kvadratı. 0,2-nin kvadratı nə deməkdir? 0,2 vuraq 0,2. Bölək 2 bərabər aldıq. 6 vuraq 0,2. Gördüyümüz kimi, bax burada 0,2-lər ixtisar gedir. Deməli, k vuraq 0,2 bölünsün 2 bərabər oldu 6-ya. 0,2 bölək 2 bizə 0,1 verir də elə. Buradan da k-nı tapanda olacaq 6 bölək 0,1. Vergülü atıram, sürətə 1 0 əlavə edirəm. Deməli, k bərabər oldu 60 Newton bölək metrə. Gördüyümüz kimi sərtliyi tapmış olduq. Keçək indi 59-cu suala. Bax, bu hissəni silirəm hələlik. Aha. 59-da. Şərtdə deyilir ki, verilmiş kütləli ideal qazın halının dəyişməsi PN diaqramında təsvir olunmuşdur. Diaqramın AB və BC hissələrində qazın daxili enerjisinin necə dəyişdiyini yazın. Baxın, gördüyünüz kimi AB hissəsində P-nin N-dən astığı düz asılıq verilmişdir. Biz bilirik ki, P bərabərdir NKT-dir. Buradan P N-lə necə asıdır? Düz asıdır. Əlbəttə ki, bu zaman onda temperatur sabit olacaq. Aha, böyük T bərabər konstant. İzotermik proses oldu. Verilmiş kütləli ideal qazın, əgər ki,
temperatur sabitsə, yəni proses izotermik prosesdirsə, bu zaman onun daxili enerjisi də U da bərabər olacaq, konstanta, sabit olacaq. Yəni AB prosesində daxili enerji dəyişməyəcək. BC hissəsində isə gördüyünüz kimi burada artıq N konstantdır. Yenə P bərabərdir N KT-dən. Baxın, burada N sabitdirsə P T ilə düz asılıdır. Gördüyümüz kimi burada P təzyiq azalmışdır. P azaldığından deməli T də azalacaq. Və qeyd etdik ki, verilmiş kütləli ideal qazda bu zaman daxili enerji temperaturla düz asılır. Hansı ki, U bərabərdir 2-də 3, kiçik M bölək, böyük M vurulsun, RT düsturuna əsasən. Yəni, burada temperatur azaldığından bizim daxili enerjimiz də azalacaq. AB hissəsində oldu U konstant, BC hissəsində isə U daxili enerjini necək azalacaq. 59-dan sonra 60-a baxaq. Harmonik rəqs edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Bu cismin impulsun x ox üzrə proyeksiyasının zamandan asılı qrafikini çəkin. Baxın, gördüyünüz kimi burada x sinus qanunu dəyişib. Deməli, x bərabər olacaq, xm vurulsun sinus omega t-yə. Sürət koordinatın zamandan görə törəməsidir, birinci tərtib törəməsidir. Onda biz burada törəmə alsaq, olacaq xm vurulsun omega vuraq kosinus omega t. Xm vurulsun omega sürətin maksimal qiymətidir. Aha, V bərabər deməli, Vm, hansı ki Vx bərabərdir. Aha, Vm vuraq kosinus omega t-dir. İmpuls necə taparam? P bərabərdir M vurulsun Vx-dan, hansı ki kütləni vuracaq Vx-a. Buradan onda olacaq M vurulsun Vm vuraq kosinus omega t. Aha, M vurulsun Vm bizə verəcək Pm, yəni impulsun maksimum qiymətini. Aldıq ki, Px bərabərdir Pm vuraq kosinus omega t. Gördüyümüz kimi burada impuls deməli kosinus qanunu ilə dəyişəcək. Onu da yaza bilərik ki, qrafiki çəksək. Px-ın t-dən asılı qrafiki. Aha, kosinus qanunu ilə dəyişəcək. Baxın, gördüyümüz kimi müəyyən bir qiymətdən başlayır. Aha, bu da oldu bizim cismin impulsunun x ox üzrə proyeksiyası. Zamandan asılı qrafiki. Beləliklə, əziz abituriyentlər, sizin üçün sınaq 6-nın da izahını vermiş oldum. Ümid edirəm ki, izah aydın oldu. Əgər videodan yararlandınızsa da kanala abunə olmağı və videonu bəyənməyi, həmçinin video haqqında fikrinizi, şərhlərinizi bildirməyi unutmayın. Özünüzə yaxşı baxın, sağ olun.